Oktyabrın 25-də növbəti ağac əkmə aksiyası Ağcabədi rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Zəfər prospektində həyata keçirilib. Aksiyada Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rahil Hüseynov, icra hakimiyyət aparatının kollektivi, Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma İdarəsi, Ağcabədi rayon Mərkəzi Xəstəxanası, Mənzil Kommunal Xidməti İstismarı İdarəsi, Ağcabədi Suvarma Sistemləri İdarəsi və digər idarə müəssisə təşkilat kollektivləri iştirak ediblər. İştirakçılar tərəfindən prospektin yolkənarı ərazisində 900, o cümlədən meyvə, həmişəyaşıl və meyvə ağacları əkildikdən sonra sulanıb, onlara aqrotexniki qaydada qulluq edilib. Üzerleşme lazım. Yola baktım geçiyor. Göz yaşlı. Bundan əlavə rayon rəhbəri tərəfindən əvvəlki aksiyalarda bu ərazidə əkilən ağaclara da baxış keçirilib. İştirakçılara ətraf mühitin qorunması, həmçinin ağaclara düzgün qulluq edilməsi ilə bağlı müəyyən tövsiyələr, tapşırıqlar verilib. Qeyd edək ki, rayon ərazisində belə ağac əkmə aksiyaların bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.